Hər kəsə salam. Ümid edirəm ki, çox yaxşısınız. Mən Aysa və bu mənim YouTube platformasında rəsmi olaraq ilk videomdur. Əslində çox uzun müddətdir ki, mən YouTube'da video paylaşmaq istəyirdim. Hətta əgər məni TikTok'dan izləyirsinizsə, mən orada story'də paylaşmışdım ki, bir neçə gün sonra mən artıq öz ilk videomu YouTube'a yükləyəcəm. Amma bir şəkildə fürsət olmadı və düşündüm ki, mən deyəsən TikTok'da daha çox aktiv olmaq istəyirəm. Amma hal-hazırda buradayam. Ümid edirəm ki, aktivliyimi qoruya bilərəm. Çünki həqiqətən danışmaq istədiyim çox mövzu var, toxunmaq istədiyim çox şey var və həvəsliyəm. Həvəsimi ən azından keçirmək istəyirəm. Neçə nəfərin məni izlədiyi o qədər də vacib deyil. 2 nəfər də olsa, 10 nəfər də olsa, 20 nəfər də olsa, mən yenə eyni həyecanla yanaşacağam danışmağa və hər bir şəkildə izləyici sayı fərq etmədən məni dinləyən insanlar mənim üçün çox dəyərlidir. Əslində çox video mövzusu var. Xüsusən də TikTok'a baxdığımız zaman paylaşdığım postlara əsasən mənə gələn suallar, aydınlaşdırılacaq mövzular o qədər çoxdur ki, bilmədim hansı mövzudan başlayım. Mənim bir postum var və mən orada dəftərlər barədə danışmışam. Sadəcə bir postda mən indiyə qədər dəftərlərə toxunmuş olsam da, yenə də o postdan kifayət qədər geri dönüş aldım. Hətta şəxsi suallar aldım ki, dəftərləri nə cür istifadə etmək olar? Əlimdə boş dəftərlər var, amma hara istifadə edim bilmirəm. Sən öz dəftərlərini nə üçün istifadə edirsən? Mən də bu barədə video çəkməyə qərar verdim. Bəli, ilk videom dəftərlərim olacaq. Bütün dəftərlərim barədə danışmağa çalışacağam. Ümid edirəm ki, uzun bir video olmaz ki, siz məndən sıxılmayasınız. Əslində mən daha yaxşı bir gündə video çəkə bilərdim. Daha yaxşı göründüyüm, bəlkə makyajımın daha yaxşı olduğu, işıqlandırmanın daha gözəl olduğu, daha yaxşı bir yerdə oturduğum o qədər daha yaxşılar var ki və hər bir şəkildə mən video çəkməyi ertələyə bilərdim. Necə ki, aylardır edirəm. Amma ki, artıq mən bunu ertələmək istəmirəm. Ona görə də gəldim universitetdən və bu stolda oturdum ki, mən artıq bu videomu çəkəcəm. Ümid edirəm paylaşaram. Keçək videoya. Bunlar mənim dəftərlərimdir. Təbii ki, də hamısı burada deyil. Doldurduğum üçün də evdə qoyduğum dəftərlərim var ki, onlar hal-hazırda yanımda deyil. Amma aktual olaraq istifadə etdiyim dəftərlər barədə danışacağam ki, bəlkə sizə ideya verə bilərəm ya da ən azından əgər boş dəftərləriniz varsa, necə istifadə edəcəyiniz mövzusunda müəyyən dərəcədə bir fikriniz ola. Dəftərləri sırayla yığmamışam. Ona görə də sırayla belə göstərəcəm. Ümid edirəm ki, hər biri ixtisasımla bağlı olmaz, çünki elə olsa çox sıxılarsınız. Bu mənim Azərbaycan tarixi dəftərimdir. Azərbaycan tarixindən qeyd tutmaq mənim üçün çox mürəkkəb bir məsələdir. Çünki bizim yeganə qaynağımız müəllimin mühazirələridir ki, onlar da biz əldə edə bilmədiyimiz üçün sırf eşitdiklərimizi yazırıq. Bir çox müəllimdə olduğu kimi. Yazıram, amma yazdıqlarımı nə qədər oxuduğum biraz şübhəli bir məsələdir. Bu dəftər Gustav Klimt'in Adele Bloch-Beaver əsərinə əsaslanır. Çox sevdiyim əsərlərdən biridir. Ümumiyyətlə Gustav Klimt yaradıcılığını çox sevirəm. Siz bundan sonra da dəftərlərimdə Gustav Klimt'dən çox əsərlər görəcəksiniz. Bu arada bu dəftəri xüsusən tutmuşam çünki Azərbaycan tarixi müəllimimiz Adelə oxşuyur. İkinci dəftərimiz Caravaggio'nun David və Goliath əsərinə əsaslanır. Deməli, bu mənim İtalyan dili dəftərimdir. Mən çox uzun müddətdir ki, İtalyan dili öyrənməyə çalışıram. Çünki təhsil baxımından da mən İtaliyaya yönəlməyi düşünürəm. Bununla yanaşı ixtisas baxımından da antik tarixə yönəlmək istədiyim üçün antik Yunan, Latin, İtalyan dillərində ən azından bir səviyyəyə qədər gəlməyə çalışıram. Bundan öncəki dəftərim bu cür deyildi. Onu doldurandan sonra buna keçmişəm və bu yeni dəftərimdir. Bu şəkildə ayrı-ayrılıqda dəftər tutmaq mənim üçün çox vacibdir. Çünki mənə bir motivasiya verir. Mən əgər bircə dəftər tutsam və hər şeyi bir dəftərə yazsam, açıqcası mənim marağım ölür. Ona görə də bir dəftər tutmaq və onu hər şey üçün istifadə eləmək o qədər də mənə görə deyil. Əlbəttə ki, bunu edən insanlar var və mən bunun yanlış bir üsul olduğunu da demirəm. Sadəcə mənə görə deyil. Bəlkə də kimsə bir dəftərdən daha safe olur ki, bütün məlumatlar bir yerdə olur. Bu mənim ən çox istifadə etdiyim dəftərlərdən biridir. Əsər olaraq Caravaggio'nun Həzrət Tomasın şübhəsi əsərinə əsaslanır. Əsərin hekayəsini qısaca danışacaq olsam, İsa Peyğəmbərin ölməsindən sonra artıq dirildiyi dönəmə keçdiyimiz zaman onun həvarilərindən olan Həzrət Tomas onun yenidən canlandığına inanmır və İsa'nın real olduğunu qəbul etmir. İsa da deyir ki, mən çox realam, sən gəlib burada mənim izlərimi yoxlaya bilərsən. Videonu dayandırmalı oldum. Mənə nainki verib getdilər. Ən sevdiyim meyvələrdən biridir. Mən görə nainki paylaşmaq çox vacib bir şeydir, başa düşürsünüz. Çünki onun yarısını kiməsə verəndə mən o insanı sevdiyimi ifadə etməyə çalışıram əslində. Ona görə də mən hamı ilə mandarin paylaşmıram. Bundan danışırdım. Deməli, İsa Peyğəmbər də deyir ki, gəlib mənim izlərimi, yaralarımı yoxlaya bilərsən, görərsən ki, onlar həqiqidir və Həzrət Tomas burada belə yoxluyur. Bu dəftərdə mən gündəlik olaraq edəcəyim işləri yazıram. Bir növ to-do list deyə bilərik. Amma ki, mən mürəkkəb, rəngli şəkildə ediləcəklər listəsi hazırlamağı o qədər də xoşlamıram. Sadə şəkildə edəcəklərimi yazıram, tarixi qeyd edirəm və nə etməliyəmsə onu yazıram, etdiklərim üzərinə
etdiklərimdən xətt çəkirəm, etmədiklərimdə qalır. Bu şəkildə mənim üçün daha faydalıdır, daha effektivdir. Nəinki günlərə, həftələrə bölmək, yaxud da ki, bir neçə həftəni əvvəlcədən planlamaq. Bu mənim üçün o qədər də effektiv deyil. Ona görə də bu şəkildə, sadə şəkildə tutmaq mənə daha yaxşı təsir edir və daha çox fayda ala bilirəm. Bu antik tarix dəftərimdir. Ümumiyyətlə, ixtisas fənlərindən antik tarix mənim ən sevdiyim fəndir. Bununla yanaşı uşaqlıqdan bəri, yəni ən azından özümü tanımağa başlayandan bəri antik tarixçi olmağa çalışıram. Daha doğrusu istəyirəm, hazırda çalışıram. Antik tarixdən tutduğum dəftər çox faciəyə uğrayıb. İndiyə qədər 3 dəfə falan yağışa düşüb. Belə. Ancaq hər yer yağışdı. Ən sevdiyim rəng sarı deyil əslində, ən sevdiyim rəng çəhraydı. Amma dəftərin qapağı sarı olduğu üçün ancaq sarı qələmdən çəkmişəm üzərini. Bu dəftər, bu əsər ümumiyyətlə məncə çox danışdı. Gustav Klimt'in bir məşhur bir əsəridir. Bunu çox görmüsünüz. Qucaqlaşma. Çox dəyər verdiyim əsərlərdən biridir. Ən sevdiyim əsər. Bu əsər barədə çox danışa bilərəm. Dəftərdən əlavə çox doğmadır və mən buna ən yaxın dostum deyərdim. Həm bu əsərə ən yaxın dostum deyərdim, həm də ki dəftərə. Bu Gustav Klimt'in Evgeniya Primavesi əsəridir ki, 1913-14-cü illərə aiddir. Ən sevdiyim rəng olan çəhraydan burada çox gözəl istifadə olunması bir yana, Evgeniya Primavesi məni biraz düşündürür. Çünki onun simasında mənə tanış olan bir şeylər var və həqiqətən özümü o qədər yaxın hiss edirəm ki onu. Yəni mənim üçün sadəcə bir rəsm əsəri deyil, mənə çox şey ifadə edir. Bununla yanaşı həyatımın ən qəribə, ən çətin, ən stresli dönəmində tutduğum bir gündəlikdir. Bu mənim aktual olaraq istifadə etdiyim gündəliyimdir. Mənə görə bu canlı bir arxivdir. Mən bunu açıb, mən ən azından, məsələn bu ayın neçəsidir? İyunun 5-i. İyunun 5-i düşündüyüm bir şeyi buradan öyrənə bilirəm canlı şəkildə. Çox əziz bir dəftərdir və saatlarca mən bu dəftər barədə danışa bilərəm. Artıq dolmaq üzrədir. Dolandan sonra eynisini alacağım çünki başqa bir dəftərə öyrəşmək istəmirəm. Evgeniya Primavesiyə xəyanət etmək istəmirəm. Bu şəkildə tarix qeyd edirəm və hər yazımın sonunda da imza atmışam. Belə. Burada düşündüyüm hər şeyi yazmışam. O an ağlıma gələnlər, mənalı, mənasız hər bir şey. Ümumiyyətlə, gündəlik tutanda filtrlə danışmağa çalışmayın. Çünki bu tamamilə dəftərlə sizin aranızda olan bir şeydir. İstədiyiniz hər şey yaza bilərsiniz. Ağlınızdan o necə keçirsə, bəlkə də leksik normaya tabe deyil, bəlkə də cümlə quruluşu düzgün deyil, bəlkə də ağlınıza gələn düşüncə sizi utandırır. Heç fərq etməz. Nə düşünürsünüzsə onu şəffaf şəkildə dəftərə yazın və inanın ki, bir müddət sonra sizin ruhi halınızda çox fərq edəcək və özünüzü daha yaxşı anlamağa, daha yaxşı başa düşməyə, analiz etməyə çalışacaqsınız və bunu bacaracaqsınız. Çox əziz bir dəftərdir. Əlimdən qoymaq istəmirəm. Növbəti olaraq Lady with an Ermine. Bu Leonardo da Vinci'nin əsəridir və çox uzun müddətdir istifadə etdiyim bir kitab gündəliyimdir. Ümumiyyətlə, kitab gündəliyi nədir? Bu sizin gözləntinizdən asılı bir şeydir. Siz kitab gündəliyini nə cür istifadə etmək istəyirsiniz? Sizə görə kitab gündəliyi alıntıları qeyd etmək də ola bilər. Yaxud da ki, həftəlik, aylıq oxuma planları qurmaq ola bilər. Yaxud da ki, sadəcə hər hansısa bir əsəri analiz edə bilərsiniz. Məndə əsasən bu cürdür. Mən bir əsəri oxuyuram və onu sadə şəkildə analiz edirəm. Lazımi alıntıları götürürəm, onları təhlil edirəm. Ümumiyyətlə, kitabda nə xoşuma gəldi, nəyi bəyənmədim, hansı obrazlar mənim üçün daha yaxın idi, onlar mənə nə cür hiss etdirdi, bu barədə danışıram və bu şəkildə 2024-dən bəri oxuduğum kitabları burada yazmışam. Hətta 2023-dən bəri oxuduğum kitabları buraya yazmışam. 2023 dekabrında ilk qeyd etdiyim əsər də Jane Eyre-dir. Ən sevdiyim əsərlərdən biridir bu arada. Bu şəkildə qeyd etmişəm hər birini və ara-ara aylıq hədəflər də qoymuşam ki, bu ay bu kitabı oxuyacağam. Amma ki, mən bunu yazıram, uya bilmirəm açıqcası. Əvvəlcədən oxuyacağım kitabları planlamaq mənim üçün o qədər də effektiv bir metod deyil. Çünki mən qeyd edirəm ki, mən bu kitabı oxuyacağam, bu ay bu qədər kitab oxumaq istəyirəm, amma çox vaxt fərqli inkişaf edir. Belə ki, mən anidən bir kitab görürəm və onu alıram, sadəcə onu oxumaq istəyirəm o ay. Yaxud da ki, Reading Slump-a daxil oluram, nazik kitablar oxuyuram. Bəzən olur sadəcə oxumaq istədiyim kitabı qoyuram kənara, əvvəlcədən oxuduğum bir kitabı təkrar oxuyuram. Çünki o an mən yeni bir dünyaya hazır deyiləm və sadəcə əvvəldən tanıdığım bir safe place aləmə girmək istəyirəm. Ona görə də mən planlara o qədər çox da uyğunlaşa bilən bir insan deyiləm. Yenə də arada qeyd edirəm. Bəzən effektiv olur, amma çox vaxt olmur. Bu şəkildə hələ ki dolmağına çox var, çünki ayda 4-5 kitab oxuyuram. Onlardan bəziləri haqqında qeyd olunmağa o qədər də layiq olmur. Əlbəttə ki, hər kitabın müəyyən bir ideyası var, çatdırmaq istədiyi bir şey var. Amma elə kitablar var ki, mən sadəcə olaraq onlar barədə o qədər də çox geniş bir şeylər yazmaq istəmirəm.
Bəziləri barədə isə bəzən bura yazmıram, sadəcə qeydlərimə yazıram elektron şəkildə. Bəzilərini başqa yerlərdə paylaşıram. Məsələn, Frankenstein statusumda paylaşmışdım. WhatsApp-da statusumda Frankenstein barədə yazmışdım. Ona görə də burada o məsələn yer almır. Sadəcə oxuduğumu qeyd etmişəm. Növbəti olaraq Caravaggio'nun Medusa əsəri olan bir dəftər. Medusa Yunan mifologiyasında bilirsiniz ki, Gorgonlardan biridir, qəhrəmanlardan biridir və çox dəyər verdiyim obrazlardan da biridir. Və qapaq Yunan mifologiyası da, dəftər özü də Yunan mifologiyası dəftəridir. Mən Yunan mifləri ilə çox geniş maraqlanıram, gərək ixtisasımla əlaqədar olaraq, gərək də ki, öz şəxsi marağımla bağlı. Burada kitablarımın bir qismi var, evdən gətirdiyim. Bunların əksəriyyəti Yunan mifologiyası ilə bağlıdır. Və burada Yunan mifologiyası ilə bağlı qeydlərimi aparıram. O cümlədən mifləri tapdığım mahnılar olur bəzən. Məsələn, hər hansı bir mahnını dinləyirəm və fərq edirəm ki, orada mahnı oxuyan şəxs yaxud da ki, yazan şəxs hansısa bir mifik obraza bir göndərmə edib, o barədə yazıram, mahnını qeyd edib. Bu şəkildə bir dəftərdir. Bəzən podkastlardan dinlədiklərimi qeyd edirəm. Qısa qeydlər alıram və onları bəzən təkrarlayıram. Çünki mifologiya elə bir şeydir ki, siz onu zaman-zaman təkrarlamayanda unuda bilərsiniz. Çünki qarışıq adlar ola bilər, qohumluq əlaqələri ola bilər, terminlər ola bilər. Hər bir halda qeyd tutmaq çox önəmlidir xüsusən mifologiya üçün. Çünki oxudum və yadda qaldı deyiləcək bir şey deyil. Çox təəssüf ki, üzərindən dəfələrlə keçməlisən. Növbəti dəftərim Judithin Holofernes'i öldürməsi əsəridir və bu mənim TikTok content plan dəftərimdir. TikTokda paylaşacağım postları mən burada qeyd edirəm. Əvvəlcədən gələn sualları, istək mövzuları, cavablamadığım DM-ləri, bəzən paylaşmalı olduğum mövzuları və tarixləri burada qeyd edirəm. Dolmaq üzrədir. Çox sevdiyim dəftərlərdən biridir. Çünki bu mənim eyni zamanda o dövr həyat mübarizəmə əks etdirir. Çünki mən TikToku açanda o qədər də yaxşı bir mental vəziyyətdə deyildim və bunu daha da pis etməmək, yaxşılaşdırmaq üçün müsbət mənalı paylaşımlar etməyə çalışırdım və burada əslində öz həyatımdan olan təcrübələri əks etdirmişəm. Ümumiyyətlə, əgər mən TikTokdan izləyirsinizsə, mən paylaşdığım şeylərin əksəriyyətini öz həyatımdan götürürəm və özümün şəxsən cəhd etmədiyim bir şeyi çox nadirən olar ki, mən paylaşaram. Ona görə də paylaşdığım çox şey mənim öz şəxsi təcrübəmə əsaslanır. Ona görə güvənə bilərsiniz. Növbəti dəftərim arxeologiya dəftərimdə danışa bilmirəm. Arxeologiyadan bir dəftər tutduğum üçün özümü çox təbrik edirəm. Çünki əvvəllər arxeoloq olmaq istəyirdim, amma hal-hazırda arxeologiya o qədər də maraq dairəmdə olan bir fən deyil. Bəlkə də müəllimlə bağlı olaraq, bəlkə də mənim etinasız yanaşmağımla bağlı olaraq. Amma ki, başa düşdüm ki, bu belə olan deyil. Hər ki, bilmək olmaz. Bəlkə mən təkrarən arxeoloq olmaq istəyəcəm. Ona görə vaxtında oxumaq lazımdır deyib bir dəftər tutmuşam və effektiv olub. Hələ ki, ancaq neolit barədə yazmışam, amma təsirini görmüşəm. Ümumiyyətlə, mənə görə dəftər tutmaq o qədər qeyri-real bir şeydir ki, dəftər tutmadan bir şeyi necə öyrənə bilərsən, necə onu sistemləşdirə bilərsən, o sənin beynində necə qala bilər, mən bunu dərk edə bilmirəm. Çünki həyatımın ta erkən dönəmlərindən bəri, uşaqlıqdan bəri mən hər şeyi dəftərə yazmışam. Və dəfələrlə dəftərlər bitirmişəm, doldurmuşam, gündəliklər. Mənə görə bir şey sadəcə oxumaq və onu nəzəri olaraq onu yadda saxlamaq mənim üçün çox, nə bilim, qeyri-real görünür. Mənim üçün o qədər də effektiv bir üsul deyil. Caravaggio'nu sevdiyimi siz məncə artıq anladınız. Çünki mən artıq onun olduğu bir neçə əsər göstərdim. Caravaggio'nun Narsisus əsəridir bu. Narkisos da deyirlər. Nərgiz gülü Narsisus'un adından gəlir bildiyiniz kimi. O öz əksini görmürdü. Bir gün o suyun üzərində öz əksini görür və özünə o qədər aşiq olur ki, öz eşqindən, xəstəliyindən ölür. Bizim müasir psixologiyada istifadə etdiyimiz narsistlik anlayışı da Narsisos'dan gəlir. Növbəti dəftərim, bu mənim il planları dəftərimdir. Bu dəftərdən bayaq da göstərdim, eyni dəftərdir, sadəcə məqsədləri fərqlidir. Bu dəftərdə mən əsasən manifestlərimi, illik planlarımı, aylıq hədəflərimi, almalı olduğum şeyləri, etməli olduğum bəzi fəaliyyətləri, getmək istədiyim kursları, o ay əlimdə olan pulu necə xərcləyəcəyimi və s. qeyd edirəm. Burada mənim 2025 ilə bağlı hədəflərim var, məsələn, oxuyum. TikTokda davamlı kontent yaratmaq, Substack'da aktiv şəkildə oxuma etmək, tarix, incəsənət, fəlsəfə, mifologiya sahəsində kurslara getmək, meditasiya etmək. Çünki o aralar, bunu yazdığım aralar mən düzənli şəkildə meditasiya etmirdim. Yazmağı təkmilləşdirmək. Mən normalda çox yazan bir insanam. Sadəcə bəzən olur ki, gündəlik şəkildə davam etdirə bilmirəm. Bir həftə bir şey yazmıram və sonra hər şey yazıram. Bir aylıq yazıram, bəlkə də 10 səhifə, 15 səhifə yazıram, sonra təkrar bir həftə yazmıram. Bunu davamlı şəkildə yazmaq üçün burada özümə qeyd etmişəm.
Santa Maria kilsəsinə getmək kimi bir hədəf qeyd etmişəm. Getmişəm bu arada. Ondan sonra almalı olduğum şeyləri qeyd etmişəm. Oxumalı olduğum kitabları, filmləri, dinləyəcəyim podkastları qeyd etmişəm. Məsələn, kitablardan oxuyum sizə. Yeo Kastel'in Çocukları, Akıl ve Tutku, Mifologiya 101, Zümrüd Anka Yoldaşlığı. Gözlədiyim kargoları bura qeyd etmişəm. Bu mənim çox əlim getdiyi bir dəftərdir və gündəlik olaraq istifadə etdiyim bir dəftərdir. Çünki tez-tez bunu açıram və nə almalıyam, hansı kitabı oxumalıyam və s. buradan baxıram. Növbəti dəftərimiz ingilisli dəftərimdir. Bu Dionis əsəridir. Bakus'da deyirlər. Yenə Caravaggio'nun rəsm əsəridir. Ümumiyyətlə Yunan mifologiyasında Dionis mənə görə çox əhəmiyyət kəsb edən tanrılardan biridir. Çünki onun yaşam fəlsəfəsi, həyata olan baxış bucağı, təmsil etdiyi o arxetip mənim üçün çox vacibdir və ona görə də Dionisə çox hörmət edirəm bir tanrı olaraq. Və bu mənim ingilisli dəftərimdir. Mən burada əsasən mahnılardan sözlər qeyd edirəm. Çünki mənim ən effektiv dil öyrənmə metodum mahnılardan tərcümələr etməkdir. Mən əsasən musiqili əsər canlandırmalarına baxıram. Məsələn, İlyada dastanının, Odisseya dastanlarının musiqili şəkildə canlandırılmış versiyaları olur ki, mən onları bura qeyd edirəm və onlardan bilmədiyim sözləri yazıram. Çox effektiv olur çünki mahnılara tez-tez qulaq asıram və artıq bir yerdən sonra qəlib olaraq cümlə mənim beynimdə formalaşır. Eyni zamanda öyrəndiyim sözləri başqa cümlələrdə də ifadə etməyə, öyrənməyə çalışıram, yazmaya çalışıram daha doğrusu. Bəzən mətnə çevirirəm və mətndə istifadə edirəm. Mən çox faydalı bir metoddur. Əgər istəyirsinizsə siz də ondan istifadə edə bilərsiniz. Bu mənim skeç dəftərimdir. O qədər çox skeç çəkən bir insan deyiləm. Zaten çəkməyi yaxşı bacaran bir insan da deyiləm. Elə göstərim. Sadəcə bəzən başqa heç nə etmək istəmirsən, gecə oturub mahnıya qulaq asası bir şeylər çəkmək istəyirsən, o günlərdə əlimin getdiyi bir dəftərdir. Ona görə böyük hissəsi hələ istifadə olunmuyor. Burada da mənim kolleksiyam var, kiçik kolleksiyam. Mən meyvə etiketlərini yığıram. Bilmirəm, niyə belə bir şey etdiyimdən o qədər də əmin deyiləm. Burada da var, amma çox sevirəm və mən çox əyləndirən bir hobbidir. Bəzən meyvələri seçirəm, sırf üzərində etiketi olanları alıram. Dostlarım mənə görə etiketlər saxlayırlar. Mənə görə çox xoşdur. Və bu da mənim son tarix dəftərimdir. Bu da yenə bayaq göstərdiyim Dionis əsəridir. Amma ki, bu iki əsər arasında fərq var. Həm çəkildiyi il baxımından, bu bir hanı. Həm də ki, burada Dionis xəstədir, amma burada xəstə deyil. Baxanda əslində onun canlı olduğunu burada fərq etmək olur. Çünki bu əsərdə o daha çox qırmızı yanaqlıdır və duruşu daha yaxşıdır. Burada isə o xəstədir, onun müəyyən dərəcədə əzilmiş üz ifadəsi hiss olunur. İki əsər də mənim üçün çox dəyərlidir və dəftər olaraq da mənim üçün çox vacibdir. Bu şəkildə məncə bütün dəftərlərim barədə danışdım. Bəlkə biraz sistemsiz olmuş ola bilər, yaxud da ki, nəfəslərimi düzgün idarə edə bilməmiş ola bilərəm. Sadəcə ümid edirəm ki, sıxılmadınız. Düşünürəm ki, gələcək videolarda daha hazırlıqlı olacağım, daha yaxşı bir işıqlandırmanın olduğu bir video çəkəcəm, daha diqqət edəcəm. Amma ki, ilk videonu çəkdim, mənim üçün çox vacib bir addım idi. Çünki uzun müddətdə özümü YouTube'da bir şeylər çəkmək üçün zorluyordum. Ümid edirəm ki, videonu bəyəndiniz. Növbəti videolarım barədə əgər istəklər varsa, şərhlər hissəsində qeyd edə bilərsiniz. Çalışacağım ki, kontent hazırlayım və qısa zamanda paylaşım. Bu qədər idi. Əgər bura qədər izlədinizsə çox təşəkkür edirəm. Növbəti videolarda görüşənədək çox sağ olun.